Yadınızdadır, keçən videoda risk eləyib Google səhminə yatırım eləmişdim. Bax, o vaxtdan direktim partlayır ki, nə oldu? Qazandın yoxsa batdın? Söz verirəm. Videonun sonunda ekranımı açıb nəticə ilə sizi tanış eləyəcəm. Amma hələlik gəlin daha vacib, gələcəyimiz üçün lazım olan bir mövzudan danışım. Qarşıdan yeni il gəlir. 2026-cı il üçün yeni bir portfel yığmaq istəyirsiniz. Amma bazar elə vəziyyətdədir ki, adamın başı qarışır. Apple-a yatırım eləyim, yoxsa Microsoft-a? Tək şirkətə pul qoymaq həm riskli, həm də ki stres. Bax, bu baş ağrısından qurtulmağın ən professional yolu ETF-lərdir. ETF sadə bir dildə desək, səbətdir. Sən bir kliklə yüzlərlə şirkətə yatırım edə bilirsən. Gəlin rəqəmlərlə danışaq. Bu il bazarı sözün əsl mənasında partladan 3 ETF-ə nəzər salaq. Birincisi VOO. Bu ETF Amerikanın ən məşhur indeksi olan S&P 500-ü izləyir. Daha geniş portfələ sahib olmaq istəyənlər üçün ideal variantdır. Bir kliklə Amerikanın ən böyük 5 şirkətinə investisiya edirsən. Apple, Google, Amazon, Microsoft hamısı bir səbətin içində. İkinci, JNUG. Qızıl mədənçiləri üzrə ETF. Qızılın qiyməti artdıqca bu fond çox daha sərt reaksiya verir. Bu il təxminən 480% artım göstərib. Amma unutmayaq ki, bu yüksək riskli və volatil fonddur. Yəni qazanc böyükdürsə, risk də bir o qədər böyükdür. Və üçüncü mənim favoritim SOXX. Bu, BlackRock'un semikonduktor şirkətləri üzrə ETF-idir. Yəni çiplər texnologiyanın ürəyi. Nvidia, AMD, Intel kimi şirkətlər bu səbətin içindədir. İl ərzində təxminən 40% gəlirlilik göstərib. Texnologiya sektoruna inanırsansa, amma tək şirkətə risk etmək istəmirsənsə, bu əla seçimdir. İndi isə gələk işin praktik tərəfinə. Mən seçimimi SOXX-dən edəcəm. Niyə? Çünki süni zəka, data mərkəzləri, ümumiyyətlə gələcəyin texnologiyası çiplərdən keçir. Bir bank investə girir və ETF-lər arasından SOXX-i axtarıram. Al düyməsinə sıxdım və hazırdır. Gördüyünüz kimi bu dəfə tək bir şirkətə yox, bazarın qaymağına yatırım edirəm. Unutmayın ki, bu yatırım tövsiyəsi deyil, sadəcə bazar analizi idi. İndi isə söz verdiyim kimi Google səhminin vəziyyəti ilə tanış olaq. Bazar bu müddətdə kifayət qədər volatil idi. Yəni qiymət bir gün qalxır, bir gün düşürdü. Amma buna baxmayaraq Google səhmi üzrə hələ ki qazancdayam. Bu cür bazar şəraitində bu nəticə heç də pis deyil. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun və salamat qalın.